Elektrotekin növbəti sobası mexaniki taymerlə olandır. Burada da 6 rejimli funksiyamız var. Bu rejim, burada da həmçinin grill proqramı istifadə edə bilirik. Alt, üst, orta. Alt və üst. Yəni bununla bunun fərqi biri eyni funksiyada əslində. Bunda isə küləklə, yəni daha tez bişirmə olur. Bu sobanın öz-özünün təmizlənməsidir. Bu rejimi istifadə etməklə 250 dərəcəni açıb alt hissəyə yarım stakan kimi su, yəni 250 ml su əlavə edib yarım saat gözləyirik, yəni 30 dəqiqə. 250 dərəcədə açıram və vaxt bitdi, yarım saat. Bunu söndürürəm sobanı. Soyuduqdan sonra içərisini silib təmizləyirəm. Növbəti rejimimiz təkcə üst funksiyadır. Üstün qızartmaq, pişirmək üçündür. Bu isə grill proqramıdır, yəni. Temperaturu açdıqda burada görəcəksiniz ki, grill şişi fırlanır. Şimdi bu elektrik xəttində olmadığı üçün yəni işə düşmüş. Baxın burada nə var? Taymerimiz var ortada. Burada istəsəm mən vaxt qura bilirəm. Misal üçün bilirəm ki, bu şirniyyat yarım saata pişəcək və yaxud da 25 dəqiqə pişəcək. Buradan vaxtı nə istəyirəm onu seçirəm. Bir də var bizdə. Burada əl işarəsi. Vaxtı qurmuram. Sadəcə əl işarəsini seçirəm. Özümüz gəlib söndürürük. Yəni nə vaxt lazım olsa özümüz gəlib sıfırlayırıq sobamızı. Bu formada. Bu qədər.